bədəndə artıq çəkili tapmağın yolu belədir. Çəki bölünsün, boy vurulsun boy. Mötərəzdə boy vurulsun. Bu çayın hesabına 40 gün içməklə 76 kilogram adamı 7-17 kilogram arıladı, özü. Bu diyetoloji elmi deyil, bu elmin adına deyilir nutrisyologiya. Bu günün elminin əsli insanın qidasıdır. Tərkibində sirri nədir? 400 mikronat element var və ən vacibi B qrupu var. B qrupun nə xeyri var insana? Əzəliləri, gərginliyini normallaşdırır, dərini sallanmağa qoymur. Deyir, doktor, 20 kilo arıqlamışam, mənim bir sallantım yoxdur, selülitin zaten əmələ gəlmədir. Çünki bunun tərkibində B qrupu dərini hamarlaşdırır, tarım çəkir, əvvəl mayını götürəcək, baxacaqsan ki, artıq belin boşaldı, sonra hüceyrələrin, ölü hüceyrələrini çıxaracaq bədəndən, tərlə, silin efrazatla, hüceyrələr gedəcək, axırda yağları yandıracaq, mərhələ-mərhələ. Adamı lapdan arıqlatmır və zaman-zaman arıqladır. Ətrafındakı insan sənə deyir ki, sən dəyişmirsən. Rəngün, bədənin, bir valla yaxud yufqa və şalvarı deyil elə, deyə bir boşalıb bədəndə, yəni belə bir effekt verən məhsullardan biridir.